Cinsi əlaqədən sonra gözə görünən, amma gizlədilən problemlər var. Bu hansılardır? Bu adətən dəridə göstərir özünü. Yəni dəridə bəzən qaşınma, göynəmə, müəyyən səpkilər, yaralar olur ki, bəzən bunu pasiyentlər görmək istəmirlər, görürlərsə də fikir vermirlər. Amma burada söhbət ciddi bir xəstəliklərdən gedir. Çünki dəridə müəyyən dəri xəstəlikləri, ilk növbədə cinsi yolla keçən dəri xəstəlikləri bu təmas vasitəsilə dərinin dəriyə toxunması nəticəsində baş verir ki, bunların içərisində də HPV virusu və eyni zamanda dəridən keçən müəyyən infeksiyalar var ki, bunlar artıq daha güclü qaşınma ilə müşahidə olunan qoturluq kimi infeksiyalarda göstərə bilərik ki, məhz dəri ilə dərinin təması nəticəsində baş verir. Dəridən yaranan yaralar, qaşınmalar və xırda qovuqcuqlar, hansı ki baş verir bu herpes xəstəliyində, həmin xəstələrdə güclü ağrı, yanma hissi baş verir dəri nahiyəsində. Onlar bu qabarcıq şəklində olan qovuqcuqlara çox vaxt fikir vermirlər, amma sonradan bunların partlanması həmin yerdə eroziya, yara əmələ gətirir. Burada diqqətli olmaq lazımdır. Bu cinsi orqanın dərisində də baş verə bilər, yəni penisin ön divarında, ön hissəsində baş verə bilər və eyni zamanda cinsi orqanın ətrafındakı dəridə də biz herpetik infeksiyanın törətdiyi fəsadlara rast gələ bilərik ki, bu da bəzən günlərlə, həftələrlə davam edir və həmin pasiyent utanaraq həkimə müraciət etmir. Mütləq şəkildə bu zaman narahat olub həkimə getmək lazımdır və analiz verəndən sonra əgər söhbət herpesdən gedirsə, təbii ki, herpes müalicə olunmalıdır. Herpesin bildiyimiz kimi iki növü var, herpes 1 və herpes 2. Herpesin ikinci növü məhz genital herpes hesab olunur və bu həmin nahiyədə olan müəyyən səpkilər, yaralar formasında özünü biruzə verir. Bu zaman hər iki partnyor müayinəyə cəlb olunmalıdır və müalicə almalıdırlar. Çox təəssüf ki, herpesin müalicəsi demək olar ki, yoxdur, ancaq müalicə ilə onu remisiya devrinə salmaq, orqanizm immunitetini qaldıraraq həmin pasiyenti normal həyat şəraitinə qaytarmaq olar ki, o gündəlik həyat fəaliyyətini davam eləsin və eyni zamanda sağaldıqdan sonra cinsi fəaliyyətini də bərpa edə bilər. Məhz bu zaman diqqətli olmaq lazımdır. Gözə görünən, amma utanaraq həkimə deyilməyən mövzuları vaxtında qabartmaq lazımdır ki, problem öz həllini tapsın.